Azərbaycanda problemli kreditlərin məbləği artmaqda davam edir. Bu il martın 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 6,9%, son bir ildə isə 2,3% artım deməkdir. Problemli kreditlər niyə artır? Bu tendensiya vətəndaşlara və ölkəyə nə vəd edir? Qlobal Infoza danışan iqtisadçı Elçin Rəşidov deyib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri inflyasiyadır. Stat, real gəlirlərin azalması kreditlərin ödənişlərində də problemlər yaradır. Digər məsələ əmək bazarındakı gərginliklə bağlıdır. Bəzi insanlar kredit götürdükdən sonra işsiz vəziyyətə düşür və banka olan borçları qaytarmaqda çətinlik çəkirlər. Ümumi daxili məhsulun, neft istehsalının azalması kimi məsələlər də əhalinin gəlirinə mənfi təsir edir. Həmçinin bir sıra banklarda yoxlamaların zəifləməsi bəzi kredit mütəxəssislərinin düzgün olmayan qaydalarla kredit verməsinə səbəb ola bilir. Hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankı başda olmaqla maliyyə qurumları tədbirlər həyata keçirməlidirlər. Problemli kreditlərin artması ciddi siqnaldır. İlk növbədə Azərbaycan Mərkəzi Bankı çətin vəziyyətdə olanların müəyyən edilməsi qaydalarını təyin edərək, onlar üçün xüsusi dəstək fondu yarada bilər. Daha uzun müddətli yollardan biri banklara nəzarətin gücləndirilməsidir. Azərbaycan Mərkəzi Bankı bankların risk idarə etməsini, kredit portfelini gələcəkdə nəzərdən keçirərək onların düzgün qərarlar verməsinə nail ola bilər. Əhali arasında isə maliyyə savadlılığı artırılmalıdır. Çünki bəzən insanlar istehlakçı kreditlərini doğru qiymətləndirmədən götürürlər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.